والمؤمنين إن شاء الله بكم الله ونسأل الله لي لنا بركة العافية والمؤمن عليهم ولا الضالين هو الله وحده الله الله رحمته السلام عليكم يا صاحب المرقد. السلام عليكم يا شهداء في سبيل الله. إن شاء الله بكم لاحق ونسأل الله لي لنا ولكم العافية. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين. الله رحمة الله الله مقامنا عليه لسن زين إن شاء الله. اللهم صل على محمد وعلى آل محمد والصفات صفا فالزاجر الكرام إن إلهكم لواحد رب السماوات والأرض وما بينهما ورب المشارق إن زينا السماء الدنيا بدينا ظهورا ولهم عذاب وصفون وسلام على المرسلين وعليهم الحمد لله رب العالمين صدق آمين آمين الحمد لله رب العالمين والعاقبة للمتقين وشفي ذنوبنا أبو القاسم محمد صلى الله عليه وآله وسلم. اللهم ربنا يا ربنا تقبل منا إنك أنت السميع العليم وتب لنا يا مولانا إنك أنت التواب الرحيم واهدنا ووفقنا إلى الحق ولا طريق المستقيم واعف عنا واغفر لنا وارحمنا مولانا فانصرنا على القوم الكافرين. هو الله أحد الله Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah senden razı olsun hürmetli hacı. Hürmetli cemaat, aziz şəhid ataları, hürmetli şəhid anaları, hürmetli qonaqlar. Bugün güzel mekandayıq, güzel ziyarətdəyik, Zöhrə balamızın ziyarətindəyik. Ona göre de Allah Teala bütün şəhidlərimizin cənnətində eləsin. Zöhrəbin timsalında bütün şəhidlərimizin xatirəsini bir dəqiqələ, iki dəqiqələ yad edək. O xahişi mən sizdən edirəm. Sonra tədbirimizi davam etdirək. Çok sağ olun, teşekkür ederim. Hürmetli cemaat, ben bunu size ilan eləmişdim. Bizim eğer diyen vurduğumuz şəhidlər xəbərində olsaydı tədbirimiz, ikinci tədbirimiz tələsməzdik biz. Bizim tədbirimiz Göylər kəndindədir. Biz bir neçə dəqiqə qabağa başlamışıq. Ona göre de buradan tutarıb inşallah biz bu heyət hamısı Göylər kəndində olmalıdır. Ona göre de Allah Teala her birimizden razı olsun. Allah Teala bütün şəhid bağlarımızın yerini cənnət eləsin. Bu günləri hürmetli Zöhrə bala, senin anım gününe yığışmışıq. Allah Teala seni cennetinde eləsin. Bütün senin timsalında bütün şəhidləri Allah Teala cennetinde eləsin. Sağın, solunda durup hürmetli aton, sağında da anon durup. Karşında da şəhid ataları, şəhid anaları, bütün Şamaxın insanları buradadır. Şamaxı rayonunun hacısı, hürmetli Hacı Mərhəmət buradadır. Ve aynı zamanda Şamaxı şəhər tam 6 nömrəli, 6 sayılı məktəbin tələbə və müəllim kollektivi buradadır və eyni zamanda Şamaxı rayon məsləhəti sənin qarşındadır. Allah Teala səni cənnətində eləsin. Hörmətli cemaat, hörmətli Sübhan müəllim. Atasından ilk söz sizə verirəm. Buyurun, davam elətdirəcəksiniz tədbirimizi inşallah. Buyur. Şəhər valideynləri təşkil olmalı. Allah hamımızdan razı olsun. Ona elini eləsin. Bizim Zöhrə kimbarların, şəhadət kimbarları, şəhidlərimizin sayəsində hamımız başlıq gəzirik. Allah bizə şəhad eləsin. Amin. Bizim ailədən razı, Allah razı olsun. Bəzən tədbirlərdə danışırlar, şəhidlik olmasın. Valla azad torpağın varsa şəhidin olmalıdır. Amma dövlətin qüvvəlidirsə, xalqın birliyi bərabərdirsə, şəhidin 5000 yox, 1000 şəhidin olar.
100 yox, 15 şəhidimiz var. Yəni şəhid verməmək bu səbəbə dövlət saxlamaq mümkün deyil. Biz indi azdan sözün döyüşmüşük, mən babamdır. İlk döyüşün müharibəsində oldu. 92 yılında müharibəsində. Ümumiyyətlə şəhid valideynlərin çoxsu 92 müharibəsində iştirak edir. Ümumiyyətlə bu torpaqdan ötürü əziyyət çəkən, işin gücünə aparan, o torpaqda yatar, o torpaqdan ötürü döyüşən, Türkləri bayraqdan ötürü döyüşən bütün elimizdən olanlardan Allah razı olsun. Amin. Dövlət başımıza, şəhidlərimizə, şəhidlərin qanı bağısına, torpaqlar alındı. Qazilərimizin qanı bağısına, veteranlarımızın. Çünki bu torpağın alınmağında söz yox, Allah vəhdəti oldu. Allah bu cəmaata körü saldı, bu cəmaat birləşdi, bərabərləşdi. Ən əsas döyüşə qardaşlarımız oldu. Allah yerlərimizə Amin. Allah ordumuzu qoysun. Amin. Ordumuzu qoysun. Amin. Allah qalan bağları salamat. Allah da qüvvətli olsun ki, bizim zəif olan ölkə hamı qaskı edir. Amma güclü olan ölkə heç bir qaskı edəməz. Bəs dövlətimiz varlı olsun, güclü olsun, qüvvətli olsun, qeyrətli olsun bütün işçilərimiz, bütün dövlətimiz fərqi yoxdur. Aslanın yaşayış işi olmaz. Bizim müharibədə qadınlar da şəhid oldu, döyüşlərlə, ərlərlə gələn elədilər, ellə bərabər olaraq. Allah zörfəqin şəhadətən keçsin, imkanında bütün şəhətlərimiz yerini cənnət etsin, Allah süzəlində. Təşəkkür edirəm. Hörmətli cəmaət. Şamaxı rayonunun bu işə baxan üzrə şöbə müdiri hörmətli Cəlal müəllim mənim yanındadır. Şəhriyar qəsəbə Fövqəladə Hallar Nazirliyinin Şəhriyar qəsəbəsi üzrə, Şamaxı rayon üzrə komandiri burada mənim yanımdadır. Allah Teala hər birindən razı olsun. Allah Teala hər birinizə iş avatlıq versin. Hörmətli Fakizə xanım, anası danışan deyil. Buyur beni de çekelim. Hörmətli tədbir iştirakçıları, sabahınız xeyir olsun. Allah xeyir. Allah sizlərdən razı olsun ki, bu səhər bizləri tək qoyursunuz. Allah hər birinizə kömək olsun. Balalarınızı saxlasın. Bugünkü gün Zöhrət balamın, Şəhadət balamın anım günüdür. Allah onların atasına, anasına bolluca səbir gözüm versin. Allah ordumuzu qorusun. Allah Azərbaycan xalqına şəhid verməyə nəsib eləməsin. Allah prezidentimizi, onun xanımını qorusun. Var olsun dövlət işçiləri, icra başçımızın nümayəndələri, axundumuz, axsaqqalımız, Allah sizləri var eləsin. Çox sağ olun, təşəkkür Sağ ederim. olun ki, bu 5 ildə bizi Adını tək da adına qoymamışsınız. təşəkkür ederim mən hamı. Allah onun da balasının işini avan Amin. versin. Sağ olsun, nə vaxt istəmişik yanımızda olub. Ona dərdimizə ortaq olmuşsunuz. Allah sizlərə dərd verməsin. Amin. Heç bir anaya, ataya, bala, Amin. nə bilim, Amin. şəhid verməyə arzu eləmirəm. Bala yamandır. Allah hər Allah birinizə qalan razı bağlarını olsun. salamat eləsin. Bütün şəhidlərin qarşısında baş əyirəm. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli cəmaət, əziz şəhid ataları, şəhid anaları. Deməyəm belə deyir. Biz dünən də bir neçə gün izdihamlı tədbirlər keçirdik. Bir gün də izdihamlıyıq. Amma dünən Hacı mərhəmətin bir xahişi oldu ki, qısa eləyək. Çünki Göylər kəndində o boyda Göylər cəmaəti bizi gözləyir. Hörmətli cəmaət. Hörmətli şəhid ata Rıza müəllim, buyur. Sonra Qalın müəllimə söz verəcəm, onu buraxacam. Allah şəhid Allah verdi Zöhrə Sübhanoğlu'na rəhmət eləsin. Onun timsalında bütün şəhidlərə. Bugün biz iki şəhid məclisindən birində xiyabanda iştirak edirik. Bəli, şəhidlər nəinki ərazimizi geri qaytardılar. Onlar orada etkin düşmüş insanların ruhlarını da geri qaytardılar. Dünənləri verilir Dövlət Təhlükəsizlik Komitəsinin hesabatı. 184 birinci Qarabağ müharibəsi şəhidi gətirilib və qəbristanlıqda dəfn olunub. 800-ə qədər artıq belə deyək ki, müəyyən olunub, DNK prosesi gedəcək. Bu şəhidlərimizin geri qaytarılması, onların ruhlarının azad olması deməkdir. Qaldı ki, şəhidlərimiz hər bir işdə bizim öncüllərimiz olur. Bu günləri Hocasənin Ballıca kəndinə, eyni zamanda Ağdərənin bir kəndi var, o kəndə bəzilərimizdən 28 ailədir və 112 adam qayıdır. Bax, bu qayıtmağın da səbəbi bizim şəhidlərimiz idi. Şəhidlər millət, dövlət və ailələri qarşısında öz borclarını yerinə yetirdilər. Və şəhidlər öz ölümləri ilə ölməzlik şüur qazandılar. Ona görə də bax, şəhidlər ölmür, şəhidlər yaşayır. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Ruqiyyə xanım, şehidiyən uşaqları hazırlayın.
Sizə axırda söz verəcəm. Mən Qalib müəllimə söz verib keçirəm. Şahzim mərhəmət mənə deyir ki, uşaqlar salıyorlar. Bu gün Qalib şəhid atası, bu günlər onun evladının anım günüdür. Gedəcək buradan çıxıb oraya gedirik. Allah köməyiniz olsun, çox sağ olun. Allah razı olsun. Bütün tədbir iştirakçılarını, değerli şəhid valideynlərini, gözəl gül balalarımızı, müəllimlərimizi, gələn qonaqları hamımızı salamlayıram. Allah şəhidlərimizə rəhmət eyləsin, valideynlərinə səbir versin inşallah. Zöhrət balamızla, şəhadət balamızın ikisini də anım günü büyütünə görə birinci buraya gəlməyimiz. Çox sağ olun, elə onu deyəm. Sağ ol. Hamısı bizim balalarımız. Allah cümləsinə rəhmət eyləsin. Çox sağ olun deyirəm mən də. Tamam kardeş. Nerede? Aliyede. Başlarını göre. Allah qəhrəman balamızın məkanın cennet, məqamımıza eylesin inşallah. Sizlere sabır versin. Allah onların timsalında cəm şəhidlərimizə rəhmət eylesin, ailələrinə sabır versin. Allah xidmətdə olan əsgərlərimizi, zabitlərimizi, ordumuzu qorusun. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Zəncir bayrağımızı vətən səmasından yerə indirməsin inşallah. Amin. Allah Amin. hamımıza səbir versin. Amin. Çox sağ olun. Mən sənə icazə verirəm, siz gedin tədbirdə biz də gəlir inşallah. Allah hər Sağ olun. birinizə dəvətlisiniz. Hörmətli bizə. cəmaət. Yəni buradan çıxıb Gedin elan verdim. Allah Tezdən idi mən buradaydım. Hörmətli komisyonumuz mənə ilə telefon əlaqəsi saxladı. Təcilli qonağı olduğu üçün elə bir vəziyyətdir ki, oradan aranana bilmədiyi üçün məndən xahiş elədi, mavinin göndərib ora, burada yanımızdadır. Çox sağ olun. Hacı mərhəmət deyir ki, uşaqları salıyorlar. Ama biraz soğukdur. Şehir diyen uşaqlar buyursun. Dememler, dememler zərər yoxdur, yoxdur. Buyurun, səbzəndə söz bir çıxış ediyorum, zərər yoxdur. Elə bunların bura gəlməyi, elə hər şehirdir, həm Tədbir də iştirakçıları, hörmətli şəhid valideynləri, biz də bir təhsil işçiləri olaraq bu günləri şəhadətə qovuşduqları gün olaraq istər Sultan, istər şəhadət balamız olmaqla bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Siz valideynlərə Allahdan səbir diləyirik və yenə də deyirəm, bir təhsil işçiləri olaraq özümüzə borc bilirik ki, biz də siz valideynlərin həmişə yanında olaq. Vaxtı ilə biz onlara təhsil verdik, onlar isə öz şəhadətləri ilə, şəhidlik zirvəsinə uzalmaqları ilə biz müəllimlərinə belə çox böyük dərs verdilər ki, onlar bütün yetişəcək nəsillərə bir örnəkdilər ki, insan həqiqətən də vətənini canından, qanından belə çox sevməyini biz onların timsalında bir daha gördük və biz də öz bundan belə də təhsil verdiyimiz, tərbiyələndirdiyimiz şagirdlərdə məhz şəhidlərimizi ilk öncə örnək çəkirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, necə ki elə onsuz da şaddır. Bütün valideynlərə də, şəhid valideynlərinə də Allah çox sağ olun, təşəkkür edirəm, gəldiniz, gəldiyimizə də görə də təşəkkür edirəm. Təşəkkür edirəm. Çox sağ olun Ruqayyə xanım, uşaqlara apara bilərsiniz. Şəhid atası Cöhün müəllim buyur gəldir. Sağ olsun. Ağbatın xeyir. Dağdan yakından gelen qonaqlara hepiniz hoş geldiniz. Allah hepinizden razı olsun. Şəhidləri həqiqətən də değerlendirmək lazımdır. Bu günləri bizim Zöhrət balamızın anım günüdür. Ailəsinə dərin başsağlığı verirəm. Allah'tan səbir diləyirəm. Zöhrət balamızın timsalında bu gün anım günü olan bütün şəhid balalarımızın Allah şəhadətini qəbul eləsin. Qəbul eləsin. Allah ruhlarını şad eləsin. Bunları gördüğümüz bütün işler bu balalarımızın sayesindədir. Onlar bizim alnımızdan qara ləkəni siliblər, üzümüzü ağ eliblər, bütün dünyada, bayrağımızı uzalarda dalgalandırıblar. Allah qazilərimizə şəfa versin. Amin. Allah ordumuzu qorusun, əsgərlərimizi qorusun. Əsgərlərimiz sağ-salamat evlərinə, ailələrinə dönsünlər. Allah ölkəmizi əmin-amansızlıq içində, sülh içində bərqərar eləsin inşallah. Allah Ali Baş Komandanımızı qorusun. Allah xalqımıza, elimizə, oğlanımıza bərəkət versin. Allah heç bir valideyni evladla sınağa çəkməsin. Evlad ağrısı, acısı çox çətindir, dözülməzdir. Amma şəhidlərimiz
biz gurur duyuruq və onların qarşısında baş əyirik. Çox sağ olun. Teşekkür ederim. Çok sağ olun. Şehit atası. Fatih müəllim. Çox sağ olasın. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Bu günləri Sübhan balamızın anam gününə yığışmışıq. Onlar vətənimizə, torpağımıza zəfər gətirdilər. Təbii ki, valideynlərə bu şəhidlərin olmamaqları bizə itki, o alay Müəllim itkisi biraz ilə yaxınca. qarşı-qarşıya qoydu. Özü dövlətimizə, millətimizə, torpağımıza fərəh, sevinç, zəfər gətirdilər. Ona görə də Allah şəhidlərimizdən dönə-dönə razı olsun və özlərin ölümləri ilə, öz şəhadətləri ilə ölümsüzlüyü qazanaraq bizi onların ziyarətində olmağa, ziyarətgaha çevirdilər özlərini. Allah onlardan razı olsun. Allah məkanların cənnət, məqamlarını uca eləsin. Zöhrəbun timsalında cəmi şəhidlərimizin yeri behişt olsun. Amin. Dövlətimiz, dövlətçiliyimiz var olsun ki, bu günləri bax belə hərbi və vətənpərvər ruhda millətimizin, gənclərimizin formalaşmasında biz valideynlər də bir örnək olmalıyıq ki, çünki bədnam qonşular bizi ilə həmişə qonşuluqdadır. Ona görə də millətimiz ayıq-sayıq olmalıyıq. Ona görə də Allah dövlətçiliyimizi, Ali Baş Komandamızı qorusun. Biz şəhid valideynlərinə də bol-bol sabir versin. Bir daha şəhidlərin qarşısında baş əyirik. Allah yerlərin cənnət eləsin. Çok sağ olun. Teşekkür ederim. İmran müəllim. Nə fikirlə gəlmişsən? Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Mənim dərd ortalarım, qardaşlarım, bacılarım. Bugün Zöhrə balamızın şəhadət günüdür. Mən Sübhan qardaşıma, onun həyat yoldaşına başsağlığı verirəm, öz adımla, dərd ortalarım adımla. Qardaş, Allah Zöhrə balamızın timsalında bu şəhidlərimizin məkanı cənnət eləsin. Onların hər biri bizim qürur yerimizi, fəxarətimizi. Allah sizlərdən də razı olsun, Hacı. Çok aksak kalmaz. Teşekkür ederim. Şəhəsi bəli insanlardan. Allah hər bir Sağ ol. kömək olsun. Allah bu fidan bağlarımızın gələcəyin parlaq eləsin. Amin. Şəhid əmləri, şəhid qardaşları canı qurban verir ki, gələcək nəsil gözəl həyat sürsün. Bir də Allah şəhidlərimizin məkanını cənnət eləsin. Amin. Şəhid sevən insanlara can sağlar. Amin. Hər biriniz var olun. Gül Hanım buyur. Allah Teala bütün şehitlerimizi rahmet eylesin. Bu şehitler Ali Başkan'a karar veren, bunlar hiç kes fikirleşmeleri, atılıp öyle güzel dövüştüler ki, öyle şücaət gösterdiler, öyle galip oldular ki, onlar hamısı tarihi yazıldı. Allah Teala'dan diləyirəm, bütün şehitlerimizə rahmet eylesin. Valideynlerine sabır gözün versin, son qəbirlərini olsun. Amin. Çok sağ olun. Hay müəllim. Buyurun. Allah hər birinizdən razı olsun. Amin. Bura şəhid ziyarətinə gələn yoldaşlar. İmkan olub gələ bilməyən yoldaşlar. Allah hamısını kömək. Bu balalarımız ki var, şəhid balalarımız əlçatmaz bir zirvədədirlər. Və biz onlarla düzdür, fəxr edirik, amma od düşdüyü yer yandır. Valideynlərin ağrısı, acısı həmişə qəlbində olaraq yaşayacaq. Amma bir yaxşı xoşbəxtliyi var ki, biz həyatda olmasa o da gül balalarımız həmişə sahib seçiləcək. Allah Ali Başkanından başda olmaq şərtini cəmi bu Azərbaycan dövlətini var eləsin. Ordusu müzəffər olsun. Bugünkü gündə xidmətdə olan balalarımızı Allah saxlasın. Qazilərimizə şəfa versin. Amin. Hər biriniz çox sağ olun, Allah Teşekkür ederim. Gündə onsuz da özünüz demişlər, biz buradayıq. Hamımızın dərdimiz Bəli. eynidir. Çox sağ olun. Allah dərd eləməsin. Allah bağlarını saxlasın. Qalan bağlar. Köməyiniz olsun. Qalan balalarımızdan xeyir. Amin. Amin. Teşekkür Allah ederim. səbri versin Sübhan qardaş. Bacımız var, sənin də Allah var edesin. Salamat olun. Çok sağ olun. Teşekkür ederim. Hörmətli cəmaət. Buyurun. Mən qeyd elədim, lap tezdən idi mənə hörmətli komandir telefon açmışdı. Çok sağ olsun. Bugün buradadır, dünən də buradaydı, ondan qabaqki günlərdə buradadır. Hər gün onun ürəyi, özünün bilirsizə əlaqəli adamdır.
olmasa mən əlaqə saxlayır. Onun ürəyinin yarısı buradadır, yarısı öz işindədir. Ona görə də ürəyinin bütövlüyü hamısı bugün buradadır. Biz də ona bu çətin işində, bu gərgin işində, bu çox işində ona uğurlar arzulayıram. Ona sağ ol deyirəm, kişi avanda olsun deyirəm. Tüm şəhid ataları analarına sənə təşəkkür edirəm. Çox sağ olun. Burada. Allah rahmet eylesin. Təşəkkür Allah edirəm. sabrını versin bütün şeyler. Namaz buyur. Şəhid atası. Amin. Çok sağ ol, teşekkür ederim. Han Mehmet. Buyur. Çok sağ ol. Ağır müəllim. Siz var olasın. Efendimiz Celal müəllim deyir. Allah hamımızdan razı olsun. Telefon kiminse kesin. Kömək olsun ki, bura adam göndərdim. Bu günlərim Zöhrət balamızla, şəhadət balamızı, bu günlərim usul dönümləri. Allah şəhadətlərini mübarək eləsin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Amin. Osman qardaş, Allah sizə səbir versin. Anıya da Allah səbir versin. Çok sağ ol. Çox sağ ol. Çok sağ ol, teşekkür ederim. Vahid müəllim. Buyur. Çok sağ olun, ben de torpaqlarımızla canlarını fəda eləmiş bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Şu zaman olsun. Ulan Nərman gəl. Şu zaman olsun, yaxşı. Sağ olsunlar. Ailələrine səbir diləyirəm. Bugün biz Zöhrət balamızın anım gününə yığışmışıq. Zöhrət doğulanda qəhrəman doğulub. Çünki onun atası bu qəhrəmanlıq yolunu keçib və oğluna onları vaxtı ikən tövsiyə edib. Düzdür, məktəbdə də bu barədə əziyyətlər var, müəllimlər, pedaqoji sahədə çalışanlar bizim şəhidlərimiz üzərində, amma bu qəhrəmanlıq belə bir şeydir ki, bu gərək insanın genində olar, canında, qanında olar. Zöhrət 2001-ci ildə Şamaxı şəhərində anadan olub. 2007-2018-ci ildə Şamaxı şəhər 6 saylı Veysov adına tam orta məktəbi bitirib. 19-cu ildə hərbi səfərbərliyin çağırışı ilə həqiqi hərbi xidmətə gedib. 6 ay xidmətindən sonra qəsbkar düşmənlərimizin 30 il torpaqlarımızı əsarət altında saxlaması müddəti başa çatdığına görə artıq bu xalq boğaza yığılıb mənfur düşmənlərin qisasını almaq üçün ayağa qalxdı. Cənab Ali Baş Komandan başda olmaqla 20-ci ildə sentyabrın 27-sində irəli komandası verildi məlum sərəncamla. Zöhrət balamız Suqovuşan istiqamətində döyüşlər zamanı ayın 10-da bugünkü gün şəhadətə qovuşdu. Şəhadətə qovuşandan sonra dekabrın ayının 15-də Cənab Prezidentin məlum sərəncamı ilə Vətən uğrunda, Suqovuşanın azadlığı uğrunda və Cəsur Döyüşçü medalı ilə təltif edildi. Bugün biz onu bir qəhrəman döyüşçü kimi yad edirik, anırıq və qürurla beləncə qəhrəman şəhidlərimizin qarşısında cəsarətlə söz deyirik. Çünki onlar bu xalqa qəhrəmanlıq, cəsarət töhfəsi verib getdilər. Və onun atası bizim qardaşımız, dəyərli qardaşımız Veteran Sübhan həmin döyüşlər zamanı mən təkrarçılıq sevmirəm, amma bunu demək lazımdır. Çünki elə şeylər var ki, yaddan çıxır. Həmin döyüşlər zamanı onun oğlundan heç bir xəbər yox idi. Yəni heç bir məlumat yox idi. Sübhan qardaşımız ona dözürdü, iradəsi vardı. Biz döyüş bölgələrində yardımlarda olanda axtarırdı, araşdırırdı, amma özündə o qədər qürur vardı ki o insanın. Mən şəxsən bir gün də məhtəl qalmışam ki, övlad itkisi həqiqətən çətindir, onu bilənlər bilir. Allah şəhidlərimizə rəhmət eləsin. Amma Sübhanın mən onda qürurunu gördüm. Çünki Sübhan o döyüş yolunu keçmişdi. O şəhidlərin yanında o xidmət eləmişdi vaxtı ikən. 1-ci Qarabağ şəhidlərinin döyüşün nə olduğunu, vətən sevgisi nə olduğunu Zöhrət balamızın atası Sübhan bilirdi. Sübhan qardaş, mən sizin ailəyə səbir diləyirəm. Sizin ailə həqiqətən vətənpərvər ailədir. Vətəni sevən ailədir. Mən bundan sonraki yetişən bu nəslimizə onu tövsiyə edirəm ki, bax belə bir ailələrdən siz maraqlanın, belə bir ailələrin evinə ziyarət edin, onların evləri ziyarətgahdır.
və o övladların necə qəhrəman olduğu haqqında siz fikir yürüdün, fikir mülahizə edin ki, biz də gələcəkdə Allah bu dövlətimizə, xalqımıza şəhid qismət eləməsin bundan sonra. Amin. Yəni qəhrəmanlığın təməlini qoydular bunlar. Möhrün vurub getdilər, bu torpaqlarda bizə əmanət elədilər və bundan sonra qalan işlər siz yeniyetmələrin üzərinə düşür və o cümlədən ali təhsil müəssisələrinin üzərinə düşür. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Şamaxı rayon hərbi komissarının qeyd edən mavini Elvin müəllim buradadır. Buyursun. Çox sağ olun Ağsaqqal söz verdiyiniz üçün. Biraz tədbirə bir balaca gecikdi, üzrünü sayarsınız. Mən də eyni zamanda Zöhrə qardaşımızın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah valideynlərinə səbir versin. Təbii ki, onların igidlərindən saatlarca, günlərcə danışmaq olar. Allah bir daha rəhmət eləsin. Amin. Bir də Azərbaycan xalqına belə bir acı istirab göstərməsin. Təbii ki, valideyn üçün övlad hadisi çətindir. Amma şəhidlik vətən torpaq uğrunda gedən, həm də eyni zamanda fəxrlə, qürurla danışır. Bir də Allah rəhmət eləsin. Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. 90-cı il şəhidinin evladı Seyran buradadır. Buyursun. Çox sağ olun. Allah bütün şəhid valideynləri sabır versin. Bayaqlar Vahid müəllim qeyd elədi. Son dayımız 2-ci Qarabağ müharibəsində iştirak edir. Əmilərin, dayılarının yarımçı qoyduğu missiyanı, yəni şəhidlərimiz, biz qazilər hesabına o torpaqlar geri qayıtdı. Bu günə ki, yəni indiki dövrdə heç bir işğal altında heç bir torpaq qalmadı və gələcək nəsillər üçün təminatlı bir dövlət yarandı. Allah bütün şəhid valideynlərinə səbir versin, qarşısında baş əyirəm, minnətlarımı bildirirəm. Çox sağ olun. Mən də təşəkkür edirəm sizə, hörmətli cəmaət, əziz iştirakçılar. Hər birinizə böyük bir təşəkkürüm var. Rəna xanım buyur. Salamlayıram hər iştirakçılar, şəhid ailələr başda olmaqla. Şəhidimizə cənnət emanet ailəsinə səbir. Cəm şəhidlərimizə verəcəm. Amin. Çox ol, təşəkkür edirəm. Tofiq müəllim. Buyur. Çox sağ olun, Allah razı olsun. Allah hamdan razı olsun. Amin. Bir gündə şübhən təbii Allah'ımıza razı olsun. Allah balağı yerim cennet mekanımız olsun. Razıma size büyük teskinliği verin. Sabırı Allah seviyorsun. O gün balaları xeyrini görəsiniz. Allah sömür görsün. Onu bu yeri başa çatdırasınız. Allah sizə versin. Allah səbrinizi görsün. Çox ol, təşəkkür edirəm. Hörmətli cəmaət. Yox. Ümumi danışmaq istəyən varmı? Varsa buyursun. Yoxdur. Hörmətli hörmətli 6 sayının məktəbinin şagirdləri, kollektivi, müəllimələri, hər birinizə təşəkkür edirəm. Hər birinizə öz ağsaqqallıq minnətdarlığımı eləyirəm. Gəldiniz, burada ziyarət elədik. Sözümüzü dedik, sözünüzü dedik. Allah Teala bundan sonra tüm şəhid ataların, analarının qapısında şadlıq eləsin. Eyni zamanda Sübhanın qapısında. Ya Rabbim, ya Resulallah. Bu xalqa, bu cəmaata, bu elə püslüyün göstərməyəsən. Allah Teala Azərbaycan xalqını xoşbaxt eləsin. Allah Şamaxı cəmaatını xoşbaxt eləsin. Allah Ali Baş Komandan İlham Əliyev cənablarının işini həmmə şaband eləsin. Mehriban xanımı şaband olsun. Çünki bizim elimizin, xalqimizin, torpağımızın xilaskarı olan bu bağlarımızdır. Amma rəhbərimiz olardı, rəhbərsiz nə eləmək olar? Dünya sənin olsun, həm sənin ağsaqqalın yoxsa, rəhbər səndən nə olar? Amma dünyamızın, elimizin başı budur. Xalqimizin başında olan bu bağlarımızdır. Heç kim loğalaşa bilir, heç kim də heç yerə darta bilməz. Mənim şuvarımdır, mənim sözümdür. Allah Teala bu bağlarımızın yerini cənnət eləsin. Allah Teala Sübhanın qapısında, bütün şəhid analarının qapısında şadlıq eləsin. Şənli eləsin ya Rabbim və Resulallah. Eyni zamanda Sübhanın qapısında. Hörmətli cəmaat, mən əvvəldən qeyd elədim kimi bizim dövlət cəmaatında bizim gözləyir, ağır cəmaatdır, böyük xalqdır. Onlar da burada, ailəsi də, uşağı da həmişə iştirak ediblər bu ziyarətlərdə. Ona görə də biz buradan çıxıb birbaşa oraya gedirik.
Sizin de hər birinizi buradan çıxıb, bu ziyarətdən çıxıb, ora getmənizi təklif edirəm, deyirəm, oradan gələcək Sübhangələ inşallah. Allah salamat eləsin. Gəlib Sübhangələdə bir iskan çay içib, amma buradan çıxan kimi Göylər kəndinə getmək lazımdır. Gedək orada da o işimizi, o ziyarətimizi eləyək, sonra gələk Sübhanələ. Buyur verdi bu. Amin. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed. Allahümme inna eselike mevcubat ve mağfiretin. Selamete min kulli ismin vel ganimete min kulli. Vel fevzu bi cenneti ve necati min ennere. Fatiha. Allah'ın lillahi. Bismillah. Allah rahmet. Allah rahmet eylesin.